Təcili yardımdan şikayət var. Bu dəfə xəstə şikayəti və ya gecikmə ilə bağlı deyil. Təcili yardım işçiləri öz rəhbərlərindən narazıdırlar. Onlar həm əmək hüquqlarının pozulduğunu, həm də rüşvət tələb edildiyini iddia edirlər. Söhbət hansı müəssisədən gedir? Təfərrüatlar izləyək. Təcili yardım stansiyasında rüşvət iddiası. Bu dəfə tibb işçiləri təcili yardım briqadası şikayət edir. Söhbət Yasamal rayonunda yerləşən 1 və 2 sayılı təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarından gedir. Belə ki, söz gedən müəssisənin işçiləri stansiyanın rəhbəri Aygün Allahyarovadan şikayətçidir. Onlar iddia edir ki, fond pulu qrafik pul adı altında hər ay onlardan pul tələb edilir. Qrafik təyin olunma pulu qoyulub adı bunun. Hamı kimi verirdi, hamı verirdi, biz də verirdik. Bu pul hara xərclənirdi? Pul Aygün xanımın şəxsi cibinə vəsaiti, öz vəsaiti kimi. Bunu bilərəkdə, amma siz bütün həkimlər ödəyir. Əlbəttə verirdik ki, qrafikimizi normal yazsın ki, biz də yəni bir istirahət günlərimizi bilək, bir rahatlığımızı bilək falan. Bu adam qəsdən bizə bir gün belə salır, tutalım. 2 gün ara verir, bir gün axşam ismenini təyin edir, 12 saat ara verir, gündüz ismenini təyin edir. Yəni sırf şikayətçiləri. Artıq 2 ilə yaxındır ki, söz gedən təcili yardım stansiyalarına rəhbərlik edən Aygün Allahyarova işçi kimi hüquqlarımızı pozur. Məzuniyyət istirahət günlərimizi vermir deyən müsahiblərin iddialarına görə bölmə müdiri hətta təcili yardım maşınından da şəxsi avtomobili kimi istifadə edir. Hansı ki onun öz yaxın ətrafıdır, onları həmişə göz yumur, amma bir dəfə gecikənləri izahat alır, verir ki, yəni bu adam töhmət alsın. Bu adam təcili yardım maşınından belə şəxsi avtomobil kimi istifadə eləyir. İşdən bir bölmədən o birisinə təcili yardım maşını ilə gedir. Hətta evindən belə o maşından götürülmə halları var. Araşdırsalar GPS-lər var, izlənmələr var. Onların sözlərinə görə aidiyyatı qurumlara şikayət edilib. Tələbdən bizə rəsmi cavab gəlib ki, yəni burada da göstərilir, baxa bilərsiniz. Aygün Allahyarova qanun pozuntusu edərək fond pulu altında vəsait toplayır. Bununla belə ona deyilənə görə töhmət verildi ancaq. Ancaq bu balaca bir şey değildi. Biz hər ay 50 manatı yığıb pul verirdik ona. Ancaq onun şəxsi vəsaitidir. 2 yerdən bir 10 minə yaxın pul götürür bu insan. Aygün Allahyarova işini normal aparmır. Bizə əziyyət verir. Yəni müdiriyyəti təşkil qoyanda müdir neynəməlidir? İşçilərin qarşısına qalmalıdır. Amma o əksinə, mən belə deyim də, kim ki onu görün baxım eləyir, onun işi xod gedir, kim ki eləmir, onun işi bax belə. İddialarla bağlı təbibdən Xəzər xəbərə bildirildi ki, Aygün Allahyarovanın fəaliyyəti ilə bağlı narazılıq məktubu daxil olub. Müraciətdə Allahyarovanın əməkdaşlardan pul tələb etməsi, iş qrafikinin tərtibi zamanı ayrı seçkiliyə yol verməsi və işçilərlə kobud davranması barədə iddialar qeyd olunub. Təbibin daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılıb, şikayət